Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akıbetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecmaîn. Allahumme accil ve likel ferec. Deməli əzizlər, biz bəhsimiz olaraq məktəbiyyətdə qalmışdıq. Osman bin Səid əmrinin rəhmətullah aleyhin naiblik dəlillərində. Yəni Osman ibn Səidin xüsusi naib olmasının düzgünlüyünün ən mühüm dəlili bütün şiyələrin belə deyək ki, vahid olaraq onu naib qəbul etməyidir. Yəni Osman ibn Səid 3 Əhl-i Beyt aleyhimussalam imamının həm yaxın səhabəsi, onların böyük etimad göstərdiyi şəxs ki, əvvəldə bunları danışmışıq, həmçinin onların ardıcılları arasında böyük nüfuz və məqama sahib olan şəxs olub. Və onlardan heç kim onun naib olmaq iddiasının doğruluğuna şək şübhə etməyib, heç kim də şübhə yaradıcı heç də deməyib. Yəni 12 belə deyək də, ümumi İsna-Əşəriyyə şiyələrin, xüsusilə onların alim və fəqihlərinin, Osman ibn Səid və digər xüsusi naiblərin naibliyinin doğru olmağı barəsində haqqında, yəni bütün dövr və zamanlarda yekdil rəy sahib olublar. Digər dəlillər Şeyx Saduq rəhmətullah Ubeydullah ibn Abdullah'a istinadən nəql edir ki, İmam Həsən Əskəri əleyhissalam vəkili Əbu Muhammed Osman ibn Səid əmrinin həyatda olduğu dövrdə özü ilə şiirlər arasında vasitəçi qərar vermişdi. İmam əleyhissalamın şəhadəti çatanda göstəriş verir ki, ardıcılların toplasın şiyələri və hər kəs toplaşdıqda imam onlara xəbər verir ki, oğlu İmam Məhdəd Cəlallah Fərəcə haqqında ki, onun xəlifəsi və ondan sonra əmr sahibidir. Və Əbu Muhammed Osman ibn Səid əmri onun vəkilidir, yəni İmam Məhdəd Cəlallah Fərəcənin vəkilidir və onunla şiyələr arasında bab və səfir olacaq. Yəni hər kimin nə istəyi olsa əmriyə müraciət eləsin, necə ki İmam əleyhissalam sağ olduğu müddətdə ona müraciət edirdilər. Ki Şeyx Tusi rəhmətullah həmçinin tarixi mənbələrə əsasən nəql edir ki, 40 nəfər şiyənin iştirak etdiyi məclisdə İmam Həsən Əskəri əleyhissalam da bu cür xitab eləyibdi ki, əla və innəkum la tərəvnəhu min bə'di yavmikum həzə həttə yetimmə ləhu umurum. Həzrət buyurub ki, bu gündən sonra onu bir daha görməyəcəksiniz. Osman nə desə, onu qəbul edin, onun göstərişinə tabi olun və sözlərini qəbul edin. Niyə? Çünki o imamımızın vəkilidir ki, onun belə deyək ki, xəlifətün imamikum həzrətdir, onun xəlifəsidir. Yəni təyin etdiyi vəkili canişindir. Vəl-əmru iləyhi. İmam buyurur ki, işlərdə onun əlindədir. Yəni işləri, məsuliyyəti öz öhdəsində götürən şəxsdir. Ki, Osman ibn Səidin həmçinin etibarlı olmaq məsələsi də bu cürdür ki, Osman bin Səid məsum imamların aleyhissalam tərəfindən açıq şəkildə, yəni tam aşkar bir şəkildə ki, etibarlı şəxs olaraq tanıtdırılmış çox az insanlardan biridir və onun etibarlılığı səhih sənədlə bizim əlimizdədir. İmam Hadi əleyhissalam və İmam Həsən Əskəri əleyhissalamın onun etibarlı olması barədə dedikləri ki, biz danışmışıq. İmam Həsən Əskəri əleyhissalamın Osman ibn Səid və onun oğlu barəsində də böyük alimlərə, İmam əleyhissalamın hətta Qumda vəqf məsələləri üzrə vəkil olmuş Əhməd ibn Saqa da demişdi ki, Əl-Əmriyyu və ibnuhu siqatan ki, Osman ibn Səid əmri və onun oğlu mənim ki, etimad göstərdiyim iki şəxsdir, yəni mənim üçün siqə şəxslərdilər ki, sənə hər nə çatdırsalar mənim tərəfimdən çatdırıblar. Hər nə desələr mənim tərəfimdən deyiblər. Ona görə də ikisinin sözlərinə qulaq as və onların göstərişinə tabi ol, yəni itaət elə. İmam buyurur. Niyə fəinnəhuməs əs-siqatan əl-mə'munan ki, Həzrət buyurur ki, onlar mənim niyə həm etibar elədiyim, həm də etimad etdiyim şəxslərdirlər. Təbii ki, bu xüsusiyyətlərə malik olan və məsum İmamın əleyhissalamın etimad göstərdiyi şəxsin də səfir olma iddiası şiələr tərəfindən qəbul olunubdur.
Həmçinin onun sahib olduğu kəramətlər var ki, Allahın izni ilə biz bunları da digər bu mövzu ilə bağlı danışanda qeyd vuracaq. Ki, bu haqda müəyyən dəlillər var ki, bunlar da onun göstəricisinin bir tərəfidir. Və həmçə imamlar tərəfindən yazılan məktublar buna dəlildir. Məsələn, İmam Həsən Əskəri əleyhissalam zamanında yazılmış məktubları xüsusi xətti, əlaməti və yazılış tərzi var idi ki, alimlər və cəmaət tərəfindən tanınırdı. Qeyb dövrünün başlanğıcından əvvəlki üslubda yazılan məktublar Osman bin Səid və oğlunun əlində olurdu. Onların vasitəsilə alimlərə və cəmaətə təqdim edilirdi. Məsəl üçün, götürək Əbu Nəsir Hibətuddin yazır ki, qeyb dövründə yuxricu iləyhimun ət-tuqiat bil-xatt-ləzi kənə yaxrucu fi həyətil Həsən aleyhissalam bil-muhammati fi əmri-din və dünya. Deməli, həmin Əbu Nəsir Hibətuddin deyir ki, qeyb dövründə din, dünya işləri və haqqında sual olmaq, yəni suallar verilən məsələlər barəsində cavab məktubları öz cavabları ilə cəmaata eyni ilə İmam Həsən Əskərinin əleyhissalamın dövründə yazıldığı üslubda və həmin xətlə gətirilirdi. Ki, həmçinin başqa bir əsas Osman ibn Səid kimi aydın bir keçmişə sahib olan bir şəxsin bütün dəlil faktlarının doğruluğunu təsdiq etdiyi naiblik iddiası fərz olunsa ki, yalandır. Onda İmam əleyhissalam vacibdir ki, mümkün olan hər bir vasitə ilə bu iddianın doğru olmadığını öz şişələrinə bildirsin. Yəni, əks təqdirdə insanlar bu barədə xəbərsiz olar və yalancı iddialar məsələsində də biz görərik ki, inşallah buna da bir müddətdə toxunacaq Allahın izni ömür vəfa eləsə ki, həqiqətən də imam yalancı belə iddiaçılara qarşı ciddi bir mövqe göstəribdi və rəsmi məktubla onların naibliyinin yalan olduğunu deyibdi. Bu da onu göstərir ki, bu şəxs və bunun timsalında digər səfirlər, naiblər, əgər bunlar da yalancı iddiaçı olsaydı, mütləqdir ki, imam bir əlamət bəyan verəcəkdir ki, halbuki bunun əksini biz görürük. Osman bin Səidin, yəni İmam Mehdi əleyhissalama naiblik etdiyi dövrdə uzun olmayıb. Yəni onun ölüm tarixi dəqiq göstərilməsə də məlum olan odur ki, İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən bir neçə il sonra keçəndən sonra da vəfat edibdir. Yəni ən mühüm dəlil kimi də alimlər götürür Əhməd ibn Hilalın ölümüdür. Əhməd ibn Hilal da o şəxsdir ki, Osman ibn Səidin vəfatından sonra ikinci naibə qarşı çıxır və onun naibliyini qəbul etmir. Nəticədə İmam əleyhissalam öz yazdığı məktubda onun hərəkətini pisləyir və bu şəxs Hicri 267-ci ildə ölür. Məsələn, Şeyx Tusi rəhmətullah Fihrisin 83-cü cildində bunu gətirir səhifəsində. Ki, orada bu məsələyə biz diqqət eləsək, görəcəyik ki, əslində deməli birinci naib onun ölümündən bir müddət əvvəl vəfat eləyibdir. Yəni bu azmış şəxs ki 267 hicrində ölübsə, deməli birinci naib də ya 265 ya da hicri 266-cı ilində vəfat edibdir. Osman ibn Səidin vəfatından sonra da İmam Məhdi Cəlləh Fərəcəh tərəfindən ikinci naibə, yəni Muhammed ibn Osman bin Səidə xitabə məktub yazılır və həmin məktubda da yenə tərif deyilir. Məsələ budur. Ki, burada da nə deyilir? Deyir ki, Ayşə əbukə Sa'idən və mətə Hamidən fərahiməhullah və əlhəqəxu bi əvliyəihi və məvalihi fələm yəzəl مجتهدا في أمرهم ساعيا فيما يقربوه إلى الله عز وجل وإليهم نضر الله وجهه وأقله أسرته. Deməli, Həzrət deyir ki, atan xoşbəxt yaşadı, yaxşı bir gözəl şəkildə dünyadan köçdü, Allah ona rəhmət eləsin, öz övliya və dostlarına qovuştursun. Çünki həmişə onların işi üçün çalışırdı. O işlər üçün səy göstərirdi ki, həmin işlər onun Allaha və Allah dostlarına yaxınlaşdırırdı. Allah ruhunu şad etsin və xətalarını ki, görməməzlik etsin. Belə deyək, üstündən keçsin.
ki, həmin bu əzəmətli şəxsiyyətin də mübarək məzarı Bağdadın qərb istiqamətində Meydan küçəsinin kənarında yerləşir. Ki, həm Şeyx Tusinin hətta zamanında belə qeyd olunur ki, bu yer məşhur yer olub, həmçinin indi də belədir. Bağdadın qərbi Meydan küçəsinin kənarı, o ərazi, həmin o Meydan küçəsi məşhur bir məntəqədir. Və bu haqda həmçinin belə deyək ki, rivayətlərdə də məsəl üçün dəlillər mövcuddur. Məsələn, Şeyx Tusinin Əl-Qeybə əsərində 353-cü səhifədə bir rivayətdə keçir ki, deməli, Şeyx qeyd edir ki, əmmə suhərəul məmduhunə fi zəmanil qeybə fəavvaluhum mən nəsəbəhu Əbul Həsən Ali ibn Muhammedin Əl-Askəriyyə və Əbu Muhammed Həsən ibn Ali bin Muhammed ibnuhu ve huve şeyhül mevsuk bihi Ebu Amir ve Osman bin Sa'id el-Amri rahimahullah ve kana asadiyen ve innema summiyel amriyye lima ravahu Ebu Nasr Hibetullah bin Muhammed bin Ahmed el-Katib ابن بنت أبو جعفر العمري رحمه الله قال أبو نصر كان أسديا فنسب إلى جده فقيل العمري وقد قال قوم من شيعته إن أبا محمد الحسن بن علي عليه السلام قال لا يجمع على عمري بين عثمان وأبو عمرين وأمر بكسر كنيته Fəqilə Əl-Əmriyyə. Deməli, Şeyx nə deyir burada? Deyir ki, qeyb dövründə təriflənmiş, mədh edilmiş səfirlər, yəni vəkillər, naiblər bir neçə nəfərdir. Onların əvvəlincisi, birincisi həmin o şəxsdir ki, İmam Hadi əleyhissalam onu vəzifəyə təyin etdi və onun övladı İmam Həsən Əskəri əleyhissalam onu öz vəzifəsində saxladı. O etimadlı şəxsdir, siğə şəxsdir. Şeyx Əbu Əmr Osman ibn Səid Əmridir. O Bəni Əsəd qəbiləsindən idi, ancaq Əbu Cəfər Əmrinin qız nəvəsi Əbu Nəsir Hibətullah ibn Muhammed ibn Ahmed Katibin dediyinə görə, nəql etdiyinə, yəni əsasən onun Əsədi olmasına baxmayaraq, babasına nisbət verərək Əmri deyiblər. Ki, bəzi şiyələr isə, yəni şiyələrdən bir dəstə, bir qovm isə, bir tayfə isə İmam Həsən Əskəri əleyhissalamın belə buyurduğunu nəql edib ki, Osman adı ilə Əbu Əmr künyəsi bir nəfərdə cəm olmaz. İmam göstəriş verdi ki, künyəsini qısaltsın. Ona görə də ona Əmri dedilər. Ona Əskəri də deyiblər, Şeyx nəql edirdi, çünki Samirra ordusunda olub, həmçinin onu Səmman da deyiblər. Yəni, yağ satan. Çünki İmam əleyhissalamla əlaqəli gizli saxlamaq üçün yağ ticarəti ilə məşğul idi. Şeyləri, şəhər vergiləri, xumus zəkat kimi və s. İmam Əskəri əleyhissalama göndərmək istəyəndə onu Əbu Əmrə verirdilər. O da onları qorxu və təqiyyə üzündən yağ qablarını yığıb və İmam Həsən Əskəri əleyhissalama göndərirdi. Ki, məsələn, mərhum Şeyx Tusi həmçinin Əl-Qeybənin başqa səhifəsində, 355-ci səhifəsində də yenə Hüseyin ibn Əhməd Xüseybidən nəql edir ki, Həsəni Seyidlərdən olan Məhəmməd ibn İsmail və Əli ibn Abdullah belə bir nəql ediblər ki, biz Samirrada İmam Həsən Əskəri əleyhissalamın yanına getdik. Dostları və şiyələrinə bir dəstə onun yanındaydılar. Hətta daxalə aleyhi bədrun xadimuhu fəqalə ya mevlaya bilbabı qovmun şu'sunğumrun. Həzrət deyirlər ki, bir dəstə yanındaydı, xidmətçisi Bədr içəri girdi və dedi ki, ey mənim mövlam, qapının girişində üzgün halda və üstü toz torpaq içərisində bir dəstə gəldi yanım. İmam əleyhissalam deyir ki, onlar bizim Yəməndəki şiyələrimizdir. Sonra İmam uca səslə bir hədis deyir. Daha sonra deyir, Bədrə deyir ki, get Osman ibn Səid Əmrini yanımıza çağır. Deyir, Osman gəlir, daxil olur ağanın yanına və İmam Həsən Əskəri əleyhissalam ona deyir ki, ey Osman, sən etimadlı bir, yəni inanılacaq, etimad göstəriləcək ki, şəxssən, vəkilsən fə innəkəl
vakilul və sıqatu əl-mə'mun. Ələ malillah, bu balaca söz deyil ha. Deyir ki, imam deyir ki, Allahın malında əmanətdarsan ki, bu həqiqətən də böyük bir şeydir. İmam onun həm siqa olmasını bəyan edir, həm etimad olunan şəxs bəyan edir, həm də Allah malına etibar ediləcək əmanətdar olduğu bildirir. Yəni, bu çox böyük bir əzəmətdir ki, şəxs elə bir dərəcəyə çatıbdır. Ağıl sahibi üçün hətta İmam Əleyhisselamın bu kəlamı da kifayət eləyər ki, Həzrət ona deyir ki, get və bu Yəmənlilərin gətirdiyi malları təhvil al. Deyir, biz hamımız İmam Əleyhisselama deyir ki, bizim ağamız, and olsun Allaha, Osman sənin şiələrinin seçilmişlərindəndir və sən bizim onun məqamı barəsində olan məlumatımızı artırdın. O sənin vəkilin və Allahın malında sənin etimad göstərdiyin şəxsdir, inandığın siqa şəxsdir. İmam deyir ki, bəli, وَاشْهَدُ عَلَى أَنَّ عُثْمَانَ الْعَمْرِيَّ وَكِيلِ وَأَنَّ ابْنَهُ مُحَمَّدًا وَكِيلُ ibn Məhdiyikum. Məsələ burada çox incəlir. Deməli, Həzrət deyir ki, bəli, sizlər də şahid olun ki, həqiqətən də Osman ibn Səid Əmri mənim vəkilimdir və oğlum Muhammed də oğlum o sizlərin Mehdisi olacaq, həmin o Mehdinin Əcəlallah fərcihin vəkili deyir. İmam açıq aşkar hətta nə deyir? Sonraki naibi belə kimliyini açıqlayır. Və həmçinin Şeyx Tusi rəhmətullah aleyhin nəql etdiyi başqa bir rivayət də var ki, səhih sənəddən həmçinin mərhum Əllam Məclisi Bihar Manvarın 51-ci cildin 344-cü səhifəsində də nəql edibdir ki, öz sənədi ilə Əhməd ibn İshaq bin Səid Qummi bunu nəql edibdir. Deyir ki, dəxaltu ələ Əbil Həsən Ali ibn Muhammedin salavatullah aleyhi fi yevmin minəl əyyami fəqultu ya seyyidi ənə ağib vəşhədu və lə yətəhəyyəu liyəl vusulu iləykə İzə şəhidtu fi kulli vaqtin fəqavlu mən nəqbəlu və əmrə mən nəmtəsilu fəqalə li salavatullah aleyhi هذا أبو أمر الثقة الأمين ما قاله لكم فعني يقوله وما أداه إليكم فعني يعديه. Hazret deməli İmam Əleyhisselamın, İmam Hadi Əleyhisselamın diyaloqudur. Deməli Əhməd ibn İshaq bin Səid Qulmi deyir ki, günlərin bir günü İmam Hadi Əleyhisselamın məzhəbinə gəldim, dedim ki, ey mənim sərvərim, ey mənim mövlam, ağam, mən tez-tez səfərə gedirəm və sizin yanınıza gələ bilmirəm. Kimin sözünə qulaq asın və kimin əmrlərinə, göstərişlərinə tabi olum? Deyir, İmam Əleyhisselam dedi ki, mənim etimad göstərdiyim və siqa olan şəxs, yəni etibarlı şəxs olan Əbu Əmir sizə hər nə desə mənim tərəfimdən deyil, nə çatdırsa mənim tərəfimdən çatdırım. İmam Hadi Əleyhisselam dünyasını dəyişəndən sonra, yəni şəhadəti qovmuşdu. İmam Həsən Əskər Əleyhisselamın yanına getdim oğlunun və atasına dediyim şeyi ona da dedim. İmam Əleyhisselam dedi ki, Əbu Əmr etimadlı və əmin şəxsdir. Siqa və əmin şəxsdir. Əvvəlki imamın, yəni demək istəyir ki, atamın ki, dövründə etibarlı şəxs olub və mənim həyatda olduğum dövrdə də etibarlıdır. Məndən sonraki dövrdə də belə olacaq. O sizə hər nə desə mənim tərəfimdən deyib, sizə hər nə çatdırsa mənim tərəfimdən çatdırıb. Əbu Muhammed Harun dedi ki, Əbu Əli, Əbul Əbbas Hümeyrinin belə dediyini mən də eşitdim ki, biz bu sözü çox xatırlayırdıq və Əbu Əmrin məqamını vəsf edirdik. Görün ki, nə qədər əzəmətli bir şəxsiyyət olubdur. Və həmçinin Şeyx Saduq rəhmətullah aleyh Kəmaləddində də bu rivayət nəql edir ki, öz sənədinin Əbu Cəfər Əmridən ki, لما ولد السيد عليه السلام قال أبو محمد عليه السلام. Deməli, Əbu Cəfər əmridir ki, Mövlamız İmam Zaman Əcəllah fərcə yəni anadan olanda İmam Həsən Əskəri Əleyhisselam bizə belə buyurdu ki, Əbu Əmrin dalınca adam göndərin, onu çağırsın. Yəni, gəldi, İmam Əleyhisselam buyurdu ki, 10 min ratil çörək, 10 min ratil ət al və hissələrə ayır. Rətil də ölçü vahididir. Təqribən miqdar olaraq
elə bil ki, belə dedi, 3 kilogramın 9'da 1'i kimi miqdarında götürülür. Yəni təqribən hesablayanlar, alimlər, ulema da deyir ki, buradakı imam deyir ki 10.000 rətil və əşrətə alaf rətil, o həmin o rətil ölçüsü ilə 10.000 rətili hesablasaq, mahiyyət olaraq burada təqribi hesab gəlir 333 kilogramda çıxır. Hər hal, imam belə bir göstəriş verir və deyir ki, imam sonra deyir ki, bunu Bəni Haşimin, bir neçə dənə qurban kəs və Bəni Haşimin arasında payla. Mümkündür ki, burada bu əqiqə də olsun, qeyri əqiqə qurbanı da olsun. Və həmçinin başqa bir rivayətdə də həmçinin mərhum Əllal Məclisi Biharın 51-ci cildin 346-cı səhifəsində və Şeyx Tusi Əl-Qeybənin 357-ci səhifəsində rivayət nəql edir ki, bu rivayətin 4 dənə sənədi var. 4-ünün ikisi səhih, mötəbərdir, digər ikisi zəifdir. Ona görə də belə yenə də rivayət səhih və mötəbər kimi də götürülür. Rivayət Əli ibn Bilal, Əhməd ibn Hilalda da Muhammed ibn Muaviyyə bin Həkəmdən və da Həsən ibn Əyyub Nuhdan nəql edir ki, deyir, özündən sonraki höccətin kim olduğunu soruşmaq üçün İmam Həsən Əskəri əleyhissalamın yanına cəm olduq. Ki, burada cəm olduq imamın yanında ki, görə özündən sonraki höccət kim olacaq? Və fi məclisihi aleyhissalam 40 rəculə. İmamın da məclisində 40 nəfər şəxs var idi. Osman ibn Səid bin Əmri deyir, ayağa qalxdı. Dedi ki, ey Rəsulullahın övladı, sizdən bir şey haqqında sual etmək istəyirəm. İmam əleyhissalam dedi ki, ey Osman, əyləş. Osman deyir, pərişan halda qalxdı ki, getsin. İmam əleyhissalam buyurdu ki, heç kim barə çıxmaz. Deyir, bir müddət bizdən heç kim soranı tərk eləmədi. Osmanı səslədi, ayağa qalxmağını istədi. İmam buyurdu ki, nəyi öyrənmək üçün gəldiyimizsə deyil. Dedilər ki, bəli, ey Rəsulullahın oğlu. İmam deyir, buyurdu ki, gəlmişsiniz ki, məndən sonraki höccətin kimliyini soruşasınız. Dedilər, bəli. Deyir, bu zaman İmam Həsən Əskəri əleyhissalama çox oxşayan, ay parçası kimi deyir, bir uşaq içəri daxil oldu. İmam əleyhissalam deyir ki, bu məndən sonraki imam və mənim sizin aranızda xəlifəmdir. Ona itaət edin, tabi olun və məndən sonra bir-birinizdən ayrı düşməyin ki, dininiz xarab olmasın. Bu gündən sonra onu bir daha görməyəcəksiniz. Osmanın dediklərini qəbul edin, onun göstərişlərini əməl edin və sözünü dinləyin. Çünki o imamımızın vəkilidir və işlər də onun əlindədir. Yəni, bütün məsuliyyət, idarəçilik ona həvalə edilir. Və burada gördük ki, yenə də nədir? Bütün bu zikr elədiyimiz dəlillər Osmanın naib olması və haqqında açıq-aşkar dəlillərdir. Və mən bunu çox uzatmaq istəmirəm. Bir-iki hədis də zikr edeyim, mövzunu tamamlayaq. Ki, bunlar hamısı dəlil kimi yəni zikr edilir ki, bunların haqqında bizim kifayət qədər əsaslarımız var ki, bu şəxsləri imamlar əleyhissalam vəsf edib, bəyan edib və seçibdilər. Həmçinin Şeyx Tusinin Əl-Qeybədə yenə də Əl-Muqnə fil-İmamə kitabında da həmçinin nəql olunan budur ki, məsələn, Əbu Cəfər Əmrinin qız nəvəsi Əbu Nəsir Hibətullah bin Muhammed bin Əhməd Katib nəql edir ki, İmam Həsən Əskəri əleyhissalam dünyadan köçən vaxt Osman ibn Səid rəhmətullah aleyh imama qüsul vermək üçün gəlir və bütün işləri öz öhdəsinə götürür. Məsələnin yəni, zahiri tərəfi budur ki, bu işlər ona tapşırılmışdı. Yəni, əslində mahiyyət də buydu ki, aşkar həqiqətləri qəbul etməyəndən başqası üçün onu inkar və ondan imtina etmək mümkün deyil. Çünki niyə əslində məsum qüsul verir, kəfənləyir və cənazə namazı qılır. Amma bu məsələ biraz fərqli olduğu üçün gizli mövzusu var idi deyə, sonuncu imamın gizlənməsi. Burada zahirən nə edirdi? Naib, yəni vəkil işi icra edirdi. Və həmçinin digər dediyimiz rivayətdə də gəlir ki, İmam Həsən Əskəri əleyhissalam vəkili Əbu Muhammed Osman ibn Səid Əmrinin həyatda olduğu müddətdə öz işi ilə
Şiələr arasında qərar vermişdi. Əcələ çatanda da göstəriş verir ki, şiələrini çağırsın. Cəmalullah imam bildirir ki, övladı onun canişini, xəlifəsi və ondan sonra əmr sahibidir. Əbu Muhammed Osman ibn Səid əmri üçün onun vəkilidir. Onunla şiələr arasında bir qapı olacaq, səfir olacaq. Yəni huvə babuhu və safiru beynəhu və beynə şiətihi. Fəmən kənət ləhu həcətun qasədəhu kəmə kənə yəqsiduhu fi həli həyatihi. Həzrət deyir ki, deməli, Əbu Muhammed Osman ibn Səid əmri onun vəkilidir. Şiələr arasında bab, qapı, yəni səfirdir. Hər kimin istəyi hacət olsa əmri müraciət eləsin. Necə ki, İmam Əleyhisselamın sağlığında da ona müraciət eləyirdilər. Ki, bu rivayətlər hamısı açıq-aşkar nədir? Göstərir ki, həqiqətən də bu şəxsiyyət və onun oğlu açıq-aşkar imamın naibi olubdular. Ki, bu haqda çox rivayətlər var. Əslində, Şeyx Tusirin Əl-Qeybə kitabında qeyd elədiyimiz mənbədə bir neçə rivayətlər hətta nəql olunubdur. Biharlanmada da həmçinin istəyənlər əldə edə bilər. Mərhum Qeşşinin Rical kitabının da 2-ci cildinin 844-cü və 47-ci səhifələrinin arasında bu mətin bəhs olunubdur, geniş izah edilibdir, hədisləri gətirilibdir ki, bu şəxsiyyətlərin, yəni vəkil, səfir olması haqqında qəti dəlillərdir. Ki, inşallah bu birinci naibin haqqındaydı. İnşallah növbəti dəfə ikinci naib haqqında da danışarıq. Məlumatımız olar. Vəlhamdülillah Rabbil aləmin.